Salam əziz tamaşaçılar, xoş gördük hər birinizi. Səmimi söhbət efirdədir. Bugün də maraqlı bir qonağım var. Qonağım Lexfin şirkətinin direktoru Səidə Əsgərovadır. Səidə xanım, xoş gördük. İstərdim əvvəlcə Səidə xanım özünü təqdim etsin. Mən Əsgərova Səidə, 32 yaşım var. Lexfin Konsalting şirkətinin təşkiçisi və direktoruyam. Azərbaycanda biznesmenlərin, iş adamlarının vergi ilə bağlı problemlərin yaranmasının səbəbi nədir? Mən buna qısa məlumat vermək istərdim və bildirmək istərdim ki, ən böyük problem məlumatsızlıqdır. Bir sahibkar işə başlamamışdan öncə istər hüquqi tərəfi, istər maliyyə tərəfini, istərsə də ona maraq olan vergi tərəfini, bu verginin rejimləridir, verginin qanunvericiliyidir, hesablanmasıdır və dövriyyədən asılı olaraq hesablanmasıdır. Bunların hər birini öz işini mütəxəssisi olan, istər konsalting şirkətlərlə, istər rəhbərlikdən, istər bir hüquqşünasdan hüquqi tərəflərini məsləhətləşsə, daha şəffaf və aydın bir məlumat toplansa, bunların heç biri baş verməz deyə düşünürəm. İş adamlarının məlumatsız olduğunu dediniz. Bu savadsızlıq cəhətləndirən, yəni savadsızlığın nəticəsi kimi qiymətləndirmək olar mı? Xeyr, qətiyyən. Yəni siz hər peşənin öz mütəxəssisi var. Yəni əgər bir adam bir sahə üzrə, misal üçün gözəllik salonu sahəsi üzrə açırsa, o işi çox gözəl və çox professional bilə bilər. Amma bizim işimizin tərəfini bilə bilməz də və biz də bunun üçün varıq ki, həmin insanlara bu bizə düşən hissəsinin məlumatını ötürək. Yəni bunun savadsızlıqla heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq bu hissəni bilməməklə əlaqəsi var. Bəs bu şirkəti qurmaq, mən bilirəm ki, siz mühasibsiz. Bəs mühasibatlıq, hüquq, vergi məsələləri ilə bağlı şirkət qurmaq ideyası necə yarandı Səidə xanımda? Əslində məni bilənlər, tanıyanlar bilir ki, mən uzun müddətdir bu sahə üzrə xidmət göstərirəm və bir çox da əməkdaşlıq etdiyim şəxslər, biznes sahibləri var idi. Və bunlar da çoxaldıqca mən də fikirləşdim ki, mən nəyə görə bunu bir biznes halına çöndərməyim. Həm də ki, mən açığı bu işə çox əziyyət çəkmişəm. Həqiqət, sözün əsl mənasında əziyyət çəkmişəm və həmişə öz işimin olmağını istəyirdim ki, mən bir iş özümə aid olsun. Və bunu da ən yaxşı bildiyim bir iş olduğu üçün bu sahəni seçdim ki, mən burada biznesimi quracam və burada addımlayacam. Bugünkü cəmiyyətdə artıq görürük ki, iş adamlarının, xüsusilə iş xanımlarının sayı artıb. Azərbaycan artıq güclü qadın yetişdirir. Bunun səbəbi nədir? Cəmiyyətin də kişilərin potensialının düşməsimi, yoxsa qadınların daha çox güc sahibi olması mı? Məncə qadınların artıq nə istədiyini bilməkdədir. Bəzən elə insanlar var ki, qorxur bir addımı atmağa. Mən bunu atsam, məni qınayarlar, mənə nə deyərlər, el aləm nə deyər və yaxud da ki, mən burada arxa da görürəm. Yəni bir qadın, əgər fərqi yoxdur, bu evdar xanım olsun və yaxud da ki, çalışqan bir xanım olsun, bir qadının arxasında ona istər xanım, istər bəy, istər ana, istər ata dəstəkdirsə ki, sən bunu bacararsan, sən getməlisən qabağa, biz qadınların edə bilməyəcəyi heç bir şey yoxdur. Sadəcə dəstək lazımdır. Və bəzən mən düşünürəm ki, mən şəxsən öz həyatımda mənə elə ekstra dəstək verən bir şəxs olmadı. Mən özümə dəstək verdim ki, sən bunu niyə edə bilmərsən ki? Sən bunu edəcəksən. Etdim də. Və bugün qürurla deyirəm ki, mən bunu etdim də. Mən şirkətimiz balaca olduğuna, yeni açıldığına baxmayaraq biz 2 ildir fəaliyyət göstəririk. Bizim çox böyük sahibkarlarla, çox böyük işlərə imza atmış bir müəssisəyik. Və bu da məni çox sevindirir. Bəs digər müəssisələrdən fərqi nədir? Xüsusi özəlliyi varmı sizin şirkətin? Açığı mən deməzdim. Yəni mən indi deyim ki, mən belə fərqli bir şey edirəm. Xeyr, biz konsalting şirkətləri, hər kəs belə deyim də, öz işini layiqincə görən şirkətlərimiz çoxdur Azərbaycanda. Bizdə həm maliyyə, həm mühasibatlıq, proqram təminatı, vergi uçotu, gömrük xidmətləri göstəririk və Azərbaycanda bir çox konsalting şirkətlər də bu xidmətləri göstərir. Sadəcə olaraq bizim fərqimiz yeni olmağımızdır. İnşallah ki, biz uzun illər sonra fərqimizi deyə bilərik. Bu addımdan biz fərqləndik. Səidə xanım, mən bilirəm ki, sizin 3 övladınız var. Ümumiyyətlə, övladlara vaxt ayırmaq, iş sistemini qurmaq çətin məsələdir bir xanım üçün. Ümumiyyətlə, bu vaxt bölgüsünü necə aparırsınız?
Vaxt bölgüsünü əslində apara bilmirəm, mən də çətinlik çəkirəm və demək olar ki, evdə ən çox məni bu mövzuna bağlı danlayırlar ki, uşaqla vaxt ayır, iş həmişə var. Amma mən elə deməzdim. Mənim hələ ki nə qədər enerjim varsa, mən istəyirəm ki, işimi böyüdəm. Evladlarıma da təbii ki, vaxt ayırıram. Həftə sonları bir günü evladlarımla oluram. Çox sağ olsunlar. Evdə də dəstəyim var. İstər evladlarıma baxan anamdır, bizim nənəmiz də var, əlavə nənəmiz də baxır. Yəni o cəhətdən elə bir çətinliyim yoxdur. Dəstəyim var yəni. Dəstəksiz böyümək və yaxud dəstəksiz nə isə etmək mümkündürmü? Xeyr, heç cür mümkün deyil. Bir qadın üçün dəstəksiz çox çətindir. Güclü xanımların daha çoxalmasının səbəbi bəzən boşanmaların çox olması ilə əlaqələndirirlər ki, ayrılıbdır, özü müstəqil olmaq istəyir, falan istəyir və daha çox yükü də qadınların çiyninə atırlar ki, dırnaq içində deyirəm bu sözü təbii ki, azad olmaq istəyirlər. Ona görə bu məsələyə münasibət bildirməyinizi istərdim. Mən bu fikirlə razı deyiləm. Nə üçün razı deyiləm? Çünki mənə elə gəlir ki, hər bir xanım zaten azaddır. Biz belə deyim, xanımlar heç biri dustaq deyil ki, evdə onu necə məcburi bir saxlasınlar. Bayaq vurğuladığım mövzu ki, sadəcə dəstək. Biz zaten evdar xanımımız belə çox güclü xanımdır. Çünki bilirsiniz ki, ən çətin iş elə evdə evi idarə etməkdir. Boşanmaların sayı da mən elə başa düşürəm ki, artıq qadınlar bir növ dəyərsizləşib deyə düşünürəm. Çünki qadınlar nə zaman xoşbəxt olur? Dəyər görəndə, sevgi görəndə, istək görəndə. Əgər bir qadın onun dəyəri, sevgini, istəyi görmürsə və bunun da qarşılığında artıq mübahisələr, bəzən böyüyür, şiddətə kimi gedir, çıxırsa, məncə hər kəs öz dəyərini bilib, dəyərsiz olduğu yerdən uzaqlaşmağı bacarmaq lazımdır. Bunun özü də bir gücün göstəricisidir ki, mən burada dəyərli deyiləm və getməyi bacarmaq lazımdır. Mən bunu belə görürəm. Bəs nəticəsi pis olur deyildiyində, yəni kənar müdaxilə hazırda Azərbaycanda təəssüflər olsun ki, kim nə deyər, qonşu nə deyər söhbəti hələ də qalmaqdadır. Təəssüflər olsun ki, deyirəm. O kim nə deyərə qalib gəlmək üçün nə etmək? Onlar arasında qulaqlarımızı bağlamaq lazımdır. Heç kimi duymamaq lazımdır. Çünki heç kəsin həyatında gəlib bir saat da olsun onun keçirdiyi yolu keçmir. Onun yaşadığı mühitdə yaşamır. Mən deyərdim, həyatda hətta ən asan şey kiməsə məsləhət verməkdir və kimisə qınamaqdır. Çünki onun yaşadığı həyatı yaşamırıq, onun gördüyü şəraiti görmürük və biz ona istəmədiyimiz, bizim üçün düzgün gələn bir şeyi ona səndə də bu düzgün, bunu belə et, bu düzgün olacaq deyə bir şey edə bilmərik. Məncə Allah Taala hamının öz yolunu yazıb, hamının öz qismətini yazıb və hamının başına ağıl qoyub. O ağılı hər kəs özü istədiyi kimi idarə etsə, məncə hər kəs olduğu yerdə çox xoşbəxt olar. Bəs son olaraq istərdim ki, gənc xanımlarımıza, öz iş sahəsini qurmaq istəyən xanımlarımıza tövsiyələrinizi və tapşırıqlarınızı verərsiniz. Tövsiyəm ondan ibarətlər ki, qorxmasınlar, addımlasınlar, irəliləsinlər, sevdiyi işi görsünlər. Qınaq obyektinə çevrilərəm deməsinlər. Çünki yenə deyirəm, biz xanımlar çox güclüyük, biz hər şey etməyə bacarırıq. Hətta bir çıxışım olmuşdu, sizinlə də tanış olmuşduq. Mən demişdim ki, hal-hazırda qadınlarımızın başına nə gəlirsə, hansı problemlə üzləşirsə, bu cəmiyyətdə güclü qadın olmaq lazımdır. Güclü qadın olmasaq, biz batarıq deyə düşünürəm. Ona görə də məncə istədikləri yollarına davam etsinlər. Təbii ki, mən fikrimdən səhv ifadə olunar ki, mən boşanmaların tərəfdarıyam, azadlığı tərəfdarıyam. Xeyr, qətiyyən elə deyil. Ailə gözəl şeydir, dəyərli olmaq gözəl şeydir, evladları olmaq gözəldir. Bunu qoruyub saxlamaqla insan öz istədiyi işi qurmalıdır. Daha doğrusu bunu bacarmalıdır. Tövsiyəm də ondan ibarətdir ki, biz konsalting şirkəti olaraq nə zaman istəsələr, kim biznesini böyütmək istəsə və ya sıfırdan qurmaq istəsə, biz yanındayıq. Hər cürə məsləhət verə bilərik. Səmimi söhbət verilişi sona çatdı. Sonda Qraf Otelə xüsusi minnətdarlığımızı bildiririk. Yenidən görüşmək ümidi ilə sağlıqla qalın.